Allah Resulü buyurur ki, qiyamət günü Allah Subhanahu taala bütün insanların başında ümmətindən bir insanı gətirəcək, ayıracaqdır. Ona 99 kitab açılacaq onun əleyhinə. Hansı ki orada nə qədər günahlar etmişdir, pisliklər etmişdir. Kullu sicnin muddel basar. Hər bir kitabın boyu, uzunluğu onun etdiyi pis əməllərin, günahların yazıldığı kitabın birinin hələ boyu gözün ən uzaq gördüyü bir məsafədə olacaqdır. Sümmə yəqulullah azza və cəllə, sonra Allah subhanahu və taala ona buyuracaqdır ki, həl tunkaru min hada şey'an, bu kitablardan, bu yazılmışlardan hər hansısa birini inkar edirsənmi yəni? Səhv yazılıbmı? Fəyəqulu la ya Rab, deyəcəkdir ki, xeyr ey Rəbbim, yəni doğrudur, hər birini eləmişəm bu əməllərin, bu pisliklərin, bu günahların. Fəyəqul, Rəbbimiz ona buyuracaq ki, əzələmətkə kətəbətil hafizun, mələklərim, yazan mələklərim sənə zülm ediblərmi, yəni bunu yazmaqla? Deyəcək ki, xeyr. Sümmə yəqul, ələkə an zəlikə həsənə. Allah subhanahu və taala quluna deyəcəkdir ki, sənin bu 99 kitabın yanında, hansı ki etdiyin bu pisliklərin, günahların yanında etdiyin həsənə, bir həsənətin varmı? Bir yaxşılığın varmı? Bir savab əməlin vardırmı? Fəyuhabur racul fəyəqul, lə. Xeyr, ey Rəbbim, xeyr yoxdur. Mənim etdiyim bir yaxşılıq yoxdur. Allah Subhanahu taala buyuracaq, fəyəqul, bələ. Allah Subhanahu buyuracaq ki, bələ var. İnnə ləkə indənə həsənətin. Bizim yanımızda sənin etdiyin yaxşılıqlar vardır. Və innehu la zulmə aleykəl yevm. Buyuracaqdır ki, Rəbbimiz, buna görə bu etdiyin bir yaxşılıq var. Ona görə sənə bugün zülm olunmayacaq. Fətuxracu ləhu bitaqatun fihə əşhədu ən la iləhə illallah. Və onun üçün bir bitaqa, kağız çıxarılacaqdır qiyamət günü. O bitaqada, o kağızda yazılmışdır ki, əşhədu ən la iləhə illallah və ənnə Muhammədən abduhu və rasuluh. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə, haqqı sanan heç bir məbud yoxdur. Və yenə şahidlik edirəm ki, Muhammed sallallahu aleyhi və səlləm Allahın qulu və onun peyğəmbəri, rəsuludur. Bu kəlmə yazılan bir kağız parçası çıxarılacaq. Fəyəqul, ya Rabbi, mə hədihil bitaqa, mə hədihis sicilət. Kişi deyəcəkdir ki, ey Rəbbim, bu bir kağız 99 sicilətin yanında, kitabların yanında nədir ki, yəni, nə eləyə bilər bu bir kağız? Fəyəqul, Rəbbimiz buyuracaqdır ki, innəkə lə tuzləm. Həqiqətən sənə zülm olunmayacaqdır. Fətuda'us sicilət fi kiffətin. Həmin o 99 kitab, sicilətlər, hansı ki birinin boyu gözün ən son gördüyü məsafədədir. Qoyulacaqdır tərəzinin bir gözünə. Vəl bitaqa fi kiffətin. Həmin o kağız isə bitaqa. İçində əşhədu ən la iləhə illallah və əşhədu ennə Muhammədən abduhu və rasuluh. Bura kimi. Həmin şəhadət də qoyulacaq tərəzinin bir gözünə. Fətaşətis sicilət. Fətaşətid, yəni xaffət. Həmin o 99 kitab yüngül gələcək. Çəkisi yüngül gələcək. Və səqulətil bitaqa. Həmin o balaca kağız ağır gələcək. İçində əşhədu ən la iləhə illallah və əşhədu ennə Muhammədən abduhu və rasuluhu yazılan kağız ağır gələcəkdir və o qurtulacaqdır.